baş sxemi var. Yəni sa ilə də, sa plus da ilə də, m ilə də bağlandısa, demək birinci nə gəlir səydə? Budaq gəlir. Məsəl üçün, adi primitiv bir şey yazıram. Oxusa, öyrənər. Başqa heç bir şey yoxdur ki. Oxusa, öyrənər. Necə cümlədir? Bəli, sa varsa istisnasızdır. Budaq, baş, bu formada. İndi, bayaq dediyim o çaşdırıcı məqam budur. Üzr istəyirəm. Mən çox öskürəm hər halda. Amma siz artıq öyrəşmişsiniz də, elə deyilmi? Elə səydə, öyrəşmişsiniz maşallah. Baxın uşaqlar, bayaqlarım kiminsə dediyi bir məsələ var idi. Oxusa kim? O. Öyrənər kim? O. Ya bu lap qəribə bir şey oxşadı. Burada bir dənə göz qoyuruq. Burada da belə. Oydu o. Qəribə şəkil oldu. Tamam. Deməli, çəpdəyi özdə gözlər. Nə olacaq? İki xəbərin ikisi də bir mübtəda ilə əlaqələnəcək. Amma bunun bizim söhbətimizdə dəxli yoxdur. Niyə görə? Göstərici varsa, bu artıq tabeli mürəkkəb cümlə sayılacaq. Niyə görə tabelidir? Çünki cümləni yarıda kəsmək olmur. Oxusa dedin, nöqtəsini qoydun, çıxdın, getdin. Sən gələnə kimi uşaqlar gözləyəcək ki, görəsən hədəni oxusa nə olacaq? Hədənə? Başa düşdün Banu? Fuad anlayırsan? Maşallah. Burada diqqətli olmaq lazımdır. İki xəbər bir mübtədəyə aid ola bilər. Tabeli mürəkkəb cümlədə. Sayla. Bu varsa, əgər madam ki bağlayıcılarda bunlarla işlənə bilər. Zaten onları da bayaqlarım dedik, qoyduq bir kənara. Sa plus da ədatı necə olacaq? Evdə tək qalsa belə və yaxud da qalsa da vergül qorxmurdu. Nə olacaq? Tabeli mürəkkəb cümlə olacaq. Hansı sxem? Budaq üstə gələk yarpaq. Düzdür? Diqqətli olmaq lazımdır. Çox oxusa belə öyrənə bilmirdi. Necə olacaq? Hə, yenə sa belə və yaxud da sa da fərqi yoxdur. Bunlarda da budaq baş sxeminə uyğundur. İndi uşaqlar, belə bir məsələ var. Bax, bu cür cümlələrin sadələşmə məsələsi var ki, bu biraz daha çaşdırıcıdır. Bunlar sadələşəndə necə olur? Maydə.